Hə, əziz yoldaşlar, namizədlər, dövlət qulluqçuları, artıq 2026-cı ildəyik və mən də istədim ki, 2026-cı ilin ilk videosunu mən sizlər üçün çəkim. Deməli, bir çox məqamlardan biz danışacağıq bu günlərim, amma istəyirəm ki, sizin bayramınızı təbrik edeyim. Dünya Azərbaycanlıların Həmrəylik Günü və yeni il münasibəti ilə Azərbaycan Respublikasının vətəndaşlarını, xaricdə yaşayan soydaşlarımızı, bu videoya baxan namizədlərimi hər birinin bayramını təbrik edirəm. 2026-cı il indən bir yaşayacağımız illər içərisində ən unudulmaz il, ən yadda qalan il kimi xatırlanmasını arzu edirəm. Və bir çox sözlər deyə bilərəm, amma bu sözlərin başında əlbəttə ki, can sağlığı durur. Can sağlığı olmasa şan, şöhrət, pul və digər məqamları arzulamaq günah olar. Ona görə də mən sizlərə 2026-cı ildə başda can sağlığı arzu edirəm. Həqiqətən çox böyük bir şeydir bu. Bundan əlavə olaraq da əziz yoldaşlar, əziz namizədlər, mən bu əziz namizədlər, əziz yoldaşlar sözünün olmasını çox deyirəm, amma sıxılmayın. 2025-i gerdə qoymuşuq. 2025-ci ilə kifayət qədər biz sizlərlə görüşlərimiz oldu. Testlərə aid, müsahibələrə aid videolar çəkdim. Canlı yayımlarda burada görüşdük. Biz dərslərdə görüşdük. Qəbullar və s. və s. danışacağım hamısından. Amma videoya girişi istədim ki, sizi təbrik etməklə olsun. Mən həqiqətən də bilirsiniz ki, artıq biz YouTube kanalında qısa bir müddət ərzində 20.000-dən yuxarı, 20 dəqiq baxmışam, 20.500, 20.000 və 600 nəfərə yaxınlıq artıq. Bu da ki, dövlət qulluğu qanun çərçivəsində qanun çox kiçik bir sfer olmasına baxmayaraq, qanun səhifəsi 20K olması məni çox sevindirir. Bundan əlavə olaraq da 2026-cı ildə eləyəcəyim yeniliklər barədə sizə danışacağım. Və s. və s. Eləsə gəlin vaxt itirmədən başlayaq. Mən sizi təbrik elədim. Düzdür. Siz də məni təbrik elədiniz. Oradan eşidirəm. İndi 2026-cı ildə sizə bir tövsiyəm var. Deyin nədir? Baxın, istəyirəm ki, hər biriniz bu video qarşınıza çıxan hər bir şəxsə aiddir. 2026-cı ildə qarşınıza bir məqsəd qoyasınız və o məqsədinizi dəftərə yazasınız. Tutalım ki, 2026-cı ildə mən dövlət qulluqçusu olacağam. Heç dövlət dərsə aid olmaya da bilər. 2026-cı ildə mən maşın alacağam. 2026-cı ildə mən ev alacağam. Və s. və s. özünüz istədiyiniz kimi nə istəyirsinizsə yaza bilərsiniz və bunu heç kimə deməmək şərti ilə. Artıq dərsdən uzaqlaşıb getmişik, çəkim yasasını danışırıq. Hə, deməli məsələ nədir? Biz əgər bir şey istəyiriksə və ona inanırıqsa, əgər o şeyi əldə etməyimiz bugünkü gün inanılmaz dərəcədə bizdən uzaqdırsa, həm maddi, həm mənəvi cəhətdən, deməli biz onu əldə edə bilmərik. Amma əgər biz bir şey istəyiriksə, onu seviriksə və ya olmuş kimi hiss ediriksə, artıq o yoldadır, bizə gəlir və ya bəlkə də gəlib. Ona görə də sən düşünmə ki, mən 2026-cı ildə dövlət qulluqçusu olacağam. Düşünmə ki, mən 70 minlik, nə bilim də 50 minlik maşın necə alacağam, 150 minlik evi necə alacağam və istədiyin hər hansısa bir belə də hər hansısa bir şəxs dersə, düşünmə ki, o sənə necə gələcək. Çünki hər şey beyindən asılıdır. Beyin nəyi düşünürsə, evrən onu, yəni bizi əhatə edən cisimlər hər şeyi bizim istədiyimiz kimi idarə edir. Yəni sən nəyi düşünürsənsə, onu özə çəkirsən. Bunu unutma. Məqsədini müəyyənləşdir. 2026-cı ildə nə olursa olsun, özünü müəyyənləşdir. Heç kimdən məsləhət alma. Özün məqsədin nədir? Onu qeyd dəftərinə yaz və 2026-cı ilin sonunda sən gör o məqsədə çatdın yoxsa çatmadın. Mən sənə əmin edirəm ki, sən o məqsədə çatacaqsan. Məqsəddən heç kimə danışma, heç kimdən məsləhət alma. O məqsədini yaz və onun üzərinə başla hazırlığa. Bəlkə də bu video sənin qarşına elə belə çıxıb. Bəlkə təsadüf deyil bu video sənin qarşına çıxması. Bəlkə də o məqsədə çatmaq üçün video sənin qarşına çıxmalı idi. Düzdürmü? Ona görə də mən bu dediyimi edirik. Buna əlavə olaraq, əziz yoldaşlar, 2026-cı ildə ilk videosu dediyim kimi, 2026-cı ildə kifayət qədər sizlə videolar çəkəcəm. Həm testə aid, həm müsahibəyə aid, digər o qədər danışacağıq ki, o qədər işlər görəcək 2026-cı ildə. Tək ki, salamatçılıq olsun. 2025-ci ildə mənim nəticələrim demək olar ki, yəni çox yüksək səviyyədə oldu. Həm test, həm də müsahibəsindən söhbət gedir. Bunu söz verirəm ki, sizlərin qarşısında 2026-cı ildə daha yüksək edəcəm. Baxın, əgər mən 2025-ci ildə 10 nəticə əldə etmişəmsə, məsələn deyirəm, 2026-cı ildə bunu eləyəcəm 40. Yəni 10-dan 15 yox, 10-dan 20 yox, bunu eləyəcəm 10-dan 40.
Bax bu şəkildə %30% artım. Yaxşı. Bunu sizlərin qarşısında söz verirəm. Çünki mən burada sizin üçün varam, sizə köməklik etmək üçün varam, sizə xoş xəbərlər vermək üçün varam, sizin yanınızda olmaq üçün mən burada varam. Və təsadüfi deyil ki, çəkdiyim bütün videolar məhz sizlər üçündür, yalnız öz tələblərim üçün deyil. Etdiyim izahlar həm test, həm müsahibələr üçün. Bunun əlavə olaraq etdiyim canlı yayımlar hər birisi sizlər üçündür. Və qarşıda sizi belə deyək də, yaxın günlərdə sizə çox xoş xəbərlər verəcəm. Təxminən yanvar ayının 7-si, 8-dən etibarən yeni videolar sizə çəkəcəm və bu videolar məhz sizlər üçündür. Sizi sevindirəcək videolardır. 2026-cı ildə söz verdiyim kimi sıfırdan başlayırıq, inanılmaz dərəcədə başlayırıq. Bizim üçün çox uğurlu il olacağını düşünürük. Həqiqətən bunu belə düşünürük. Ona görə də əziz yoldaşlar, baxın, bu videonu sizin qarşınıza çıxıbsa bu bir təsadüf deyil. Bunu özünüzdə qeyd edin. Yanvar ayında, digər aylarda mən kifayət qədər işlər görəcəm. Bu işlər tək məndən asılı deyil. Bu işlər görəcəm deyəndə bu sizin işlərinizdir. Mən sizə köməklik edəcəm. Ona görə də yaxın günlərdə şad xəbərləri sizlərlə bölüşəcəm. Ona görə izləmədə qalın. Video yüklənəndə girib baxa bilərsiniz. Həm testə hazırlaşana aiddir bu şad xəbər, həm müsahibəyə hazırlaşanlara aiddir bu şad xəbər. Ona görə də ki, ölkədə olmayan yenilikləri, ölkədə sizə edilməyən köməklikləri mən hər birinizə eləyəcəm. Bundan əlavə olaraq da dediyim kimi 2025-ci ildə əldə etdiyim nəticələr 2026-cı ildə onu mütləq şəkildə qat-qat artıracağım. Bunun qarşısına sizlərə söz verirəm. 2025-ci ildə əldə etdiyim nəticələr demirəm ki, məni qane etmir. Yox, qane eləyir. Amma mən istəyirəm ki, mənim namizədlərim, mənə gələcək tələbələr və yaxud da ki, məni düşünən tələbələr ağlında ikinci bir sual olmasın ki, görən necə olar, görən kəsilmə ehtimalı var, görən keçməmə ehtimalı var. Bunu düşünmədən istəyirəm ki, gəlsinlər. Və 2026-cı ildə bir daha, bəlkə 3 dəfə demişəm, istəyirəm ki, bir daha deyəm. Mən sizlərin qarşısında söz verirəm ki, mənim nəticələrimi siz özünüzdə görəcəksiniz. Həm Instagramda, əsas Instagramda paylaşıram, həm YouTube platformasında, həm digər sosial şəbəkələrdə 2026-cı ildə dövlət qulluğu sahəsində biz kifayət qədər yeniliklər eləyəcəyik, kifayət qədər nəticələr əldə eləyəcəyik. Buna əlavə olaraq, əziz yoldaşlar, dövlət qulluğuna hazırlaşan şəxslər və dövlət qulluqçuları, hal-hazırda işləyən dövlət qulluqçuları barədə də bizim yeniliklərimiz olacaq. Sabahlarım. Hal-hazırda icra hakimiyyət orqanlarında işləyən şəxslər üçün müəyyən yeniliklərim olacaq. Onlara müəyyən köməkliklər eləyəcəm. Ona görə də bu video əgər sizin qarşınıza çıxıbsa, icra hakimiyyət orqanlarında işləyənlər və ya icrada işləyən tanışı olan şəxslər varsa, sabahlarım deyin ki, bu saatlarda YouTube kanalında çəkdiyim videoya baxsınlar. Çünki ilk köməkliyi eləyəcəm icra hakimiyyət orqanları hazırlaşanlar. Daha ətraflı şəkildə videoda sabahlarımı yükləyəcəm. Bunun əlavə olaraq 2026-cı il ilk videosu olduğuna görə çox uzatmaq istəmədim. Reqlamentə baxsaq görə bilərik ki, 2025 və 2026-cı illər arasında fərqi yüksək olacağını düşünürəm. Hər birinizə baxın, mən elə bir insanam ki, düşünə bilərsiniz ki, müəllim bu videonu çəkir ki, yəqin ki, öz tələbələr özünə gəlsin və ya tələbələr cəlb edir. İnan ki, o söhbət o deyil. Məni tanıyan tanıyır və bir çoxlarınız da məni bilirsiniz. Mənim əsas məqsədim ondan ibarətdir ki, sizin çəkdiyiniz bu əziyyət və yaxud da ki, başladığınız bu yolda yarımçıq qalmayasınız. Ona görə də biləsiniz ki, həmişə bir müəllim var, o da Cəsur müəllimdir, mənim yanımdadır. Nə lazım olsa ondan soruşacağam, nə kömək lazım oldu ona deyəcəm. Bax, bunu həmişə belə bilirsiniz və istəyirəm ki, bilməyə də davam edəsiniz. 2026-cı ildə mən sizlərin yanında olacağım yenə, sizlərə köməklik eləyəcəm. Nə lazım olsa, dediyim kimi, çox dərinliyi açıqlamaq istəmirəm, çünki növbəti videoda bunlar barədə danışacağım və mənim şəxsimlə bağlı da müəyyən yeniliklər olacaq, müəyyən uğurlar olacaq. O uğurları da, o yenilikləri də, o sürprizləri də sizlərlə bölüşəcəm. 2026-cı il həqiqətən bol, daha dolu il keçəcəyini düşünürəm. Hər birinizə təşəkkür edirəm məni izlədiyiniz üçün, xoş sözlər yazdığınız üçün, xoş rəylər yazdığınız üçün hər birisini oxuyuram. Mən də əmələn gələn edirəm ki, sizlərə layiq bir müəllim olam və sizin nəticələrinizi yüksəldəm. Sizin əlinizdən tutub dövlət qulluqçusu eləyəm. Bunun da üçün də əmələn gələn hər şeyin yaxşısını edirəm. Özümü daimi geliştirirəm. Türklərin bir sözü var, geliştirirəm. Özüm daimi mütaliə eləyirəm. Ona görə də əziz
mənim tələbələrim, əziz mənim tələbəm olmayan bu videoya baxan şəxslər və ya başqa mənim tələbələri, hər birinizə 2026-cı ildə can sağlığı arzu edirəm. Uzun ömür və bilirsiniz, ən başlıcası hər birinizə həqiqətən sağlamlıq arzu edirəm. Bu çünki çox önəmli bir məsələdir. İnsan sağlam olmayanda bütün hər şeydən həvəsi düşür. Bunu bilirsiniz də, zaman-zaman demək olar ki, hər birimizin başına gəlir. Kiçik və ya böyük olmasından asılı olmayaraq, hər birimiz müəyyən səbəblərdən asılı olaraq müəyyən xəstəliyə düçar olmuşuq. Əsas odur ki, hamısını gerdə qoymuşuq. Bəzi negativ danışa bilərəm, amma negativ səslənməsin. İstəyirəm ki, 2026-cı il tam istədiyiniz kimi keçsin. Hər birinizi çox istəyirəm, hər birinizi öpürəm, bağrıma basıram. 2026-cı il bizim ilimiz olacaq inşallah. Mən sizin yanınızda, siz mənim yanımda əl-ələ verib hər şeyin ötəsindən gələcəyik. Özünüzdən müğayət olun. Növbəti videoda görüşəcəyik. Növbəti video sabahdan etibarən yüklənəcək. 2026-cı il bizim ilimiz olacaq. Bunu unutmayın. Sağ olun, salamat qalın.